Salam əziz tələbələr, növbəti mövzumuz didaktikanın tədqiqat üsullarıdır. Deməli, didaktikanın tədqiqat üsulları müşahidə, müsahibə, anketləşdirmə, eksperiment, müəyyən edici eksperiment, öyrədici, məktəb sənədlərinin öyrənilməsi kimi üsullardan ibarətdir. Və burada başlayırıq müsahibə üsulundan. Deməli, müsahibə üsulu didaktikada tətbiq olunan tədqiqat üsulları içərisində yer tutur və bu üsullardan tez-tez istifadə edilir. Müsahibə üsulunun əhəmiyyəti ondan ibarətdir ki, bu üsul vasitəsilə araşdırılması nəzərdə tutulan faktlar, hadisələr haqqında daha məzmunlu, əhatəli məlumat toplamaq mümkündür. Bu üsuldan istifadə edildiyi zaman tədqiqatçı müsahibi ilə sıx ünsiyyətdə olur, birbaşa məlumat əldə edir. Proses canlı və təbii xarakter daşıyır. Müsahibə prosesinin özü planlaşdırma tələb edir, yəni planlaşdırılmış şəkildə baş verməlidir. Mütləq daha öncədən müsahibədə istifadə olunacaq suallar planlaşdırılmalıdır. Belə ki, müsahibənin harda, kimlə, hansı məqsədlə aparılması, hətta sualların xarakteri qabaqcadan müəyyənləşdirilməlidir. Daha sonra keçirik müşahidə üsuluna. Müşahidə üsulunda didaktikada müşahidə üsulu planlı, mütəşəkkil, məqsəd yönlü aparılan üsuldur. Bütün fənlər tədrisi prosesində müxtəlif xarakterli müşahidələr aparıla bilər. Müşahidə zamanı tədqiqatçı qarşıya qoyduğu məqsədlə əlaqədar faktlar toplayır, təhlillər aparır, tutuşdurur, qarşılaşdırır, müqayisə edir, müvafiq nəticə çıxarır. Müşahidə qısa və uzun müddətli aparıla bilər. Məsələn, dərslərdə şagirdlərin müstəqil işlərinin təşkilinin öyrənilməsi ilə əlaqədar tədris ili müddətində müşahidə aparılır. Bu vaxt müşahidə zamanı əldə edilmiş məlumatlar əsas məsələləri özündə əks etdirir. Məsələn, müşahidələr şəklində şagirdin xarakterik cəhətləri, xassiyyətləri, xüsusiyyətləri, öyrənmə tərzləri bilinir, yəni müşahidə şəklində müəllimə bu səbəbləri aşkar edə bilər. Sonra əziz tələbələr davam edirik anketləşdirmə üsulu ilə. Anketləşdirmə üsulunda tərtib olunmuş anketə xüsusi suallar yazılır və cavablar alınır. Anketləşdirilmə kütləvi xarakter daşıyır. Bu metoda o zaman müraciət olunur ki, öyrənilən obyekt üzrə daha çox müəllim, şagirdin və sair kimi fikrini öyrənmək lazım gəlir. Anketin tətbiqindən, tərtibindən çox şey asılıdır. Verilən suallar bir-birini mütləq tamamlamalıdır və ardıcıllıq sistemi şəklində tərtib edilməlidir. Sonra eksperiment üsulu. Didaktikanın bu üsulu pedaqoji ideyanın, hipotezin təşkil edilmiş xüsusi şəraitdə öyrənilməsi və yoxlanmasına xidmət edir. Eksperiment üsulu təlim prosesinə yeni məzmunun, metodların və metodik üsulların, tədris işinin təşkili formalarının və sair düşünülmüş şəkildə təcrübəyə daxil edilməsini nəzərdə tutur. Eksperiment qoyulmuş məsələnin həllini, sonra isə bu hipotezin yoxlanılmasını nəzərdə tutan əsaslandırılmış fərziyyənin tətbiqidir. Əsas məqsəd burada didaktik ideyaların, hipotezin faydalılığını öyrənib aşkara çıxarmaqdır. Müşahidədən, müsahibədən və digər tədqiqat üsullarından çıxarılan nəticələrin doğru olduğunu yoxlamaq məqsədi ilə eksperiment təşkil edilir. Didaktik tədqiqatlarda tətbiq olunan eksperimentlərin məzmununa əsasən bu şəkildə hazırlanır. Müəllimin, məktəbin iş planına tədqiqatçıların maraqlandıran yeni üsulların, materialların daxil edilməsi və onların tətbiqi səmərəliliyinin yoxlanılması. Eyni şəraitdə tətbiq olunan müxtəlif metodların, üsulların və materialların müqayisəsi. Müxtəlif şəraitdən asılı olaraq işdə hansı variantların tətbiq olunmasının aydınlaşdırılması. Uzun dövr müddətində işin yeni qaydada, məsələn, yeni proqramın, yeni dərsliyin, tədris işinin təşkilinin yeni formasının yoxlanılması
qoyuluşu hazırlanır. Eksperiment 3 mərhələli şəkildə aparılır. Müəyyən edici, öyrədici və yoxlayıcı mərhələ. Müəyyən edici mərhələ tədris prosesində müəyyən məqsədlə müəyyənləşdirilməsi nəzərdə tutulan problemlə bağlı əsasən qüsurlar, çatışmazlıqlar üzə çıxarılır və onların aradan qaldırılması üçün müvafiq tövsiyələr hazırlanır. Həmin tövsiyələrə uyğun olaraq öyrədici materiallar hazırlanır. Sonra öyrədici mərhələdə isə həmin öyrədici materiallar tətbiq olunur. Nəticə isə yoxlayıcı mərhələdə baş verir, yoxlanaraq sınaqdan keçirilir. Bəzi ədəbiyyatda eksperimentin yuxarıda sadaladığım mərhələləri onun növləri kimi də tətbiq edilir. Məsələn, bir qrup şagird deyək, sinifi deyək, bütün bir tədris müəssisəsinin əhatə etməsi, eksperiment aparmaq üçün planlaşdırılma aparılması, eksperimentin yekunlaşdırılması onun mərhələlərindən hesab edilir. Yəni, bir sinif və yaxud da bir məktəbdə bu şəkildə yoxlamaq mümkündür. Yəni, bir sinifin şagirdlərini və bir məktəbin ümumiyyətlə bir məktəbdə təhsil alan bütün şagirdləri bu şəkildə yoxlamaq, onların bilik bacarıqlarını nə dərəcədə mənimsədiyini yoxlamaq bu şəkildə bu mərhələlərlə həyata keçirilir. Sonra məktəb sənədlərinin öyrənilməsi. Məktəb sənədlərinin öyrənilməsində şagird işlərinin öyrənilməsi həm şagirdlərlə aparılan müstəqil işlərin sistemini öyrənilməsi üçün bu və ya digər tədris vəsaitlərinin tətbiq olunmasına aid nəticələrin yoxlanılması üçün də zəruridir. Didaktik tədqiqatlarda köməkçi üsullar kimi pedaqoqlar, valideynlər yaxud şagirdlərlə məqsədli söhbətlər təşkil olunur. Bu söhbətlərin məzmunu vəzifələrdən asılı olaraq müəyyən edilir. Bəzi hallarda yazılı sorğu da, yəni anket də tətbiq olunur. Bu zaman zəruri sayılır ki, kütləvi materiallar toplanmış olsun. Belə sorğu yalnız elmi tədqiqat müəssisələrinin rəhbərliyi altında tətbiq edilir. Sonra mövzu üzrə tədqiqat işlərinin planlaşdırılması zamanı müxtəlif metodlar daha məqsədyönlü qaydada seçilir. Bir çox müəllimlərdə və məktəblərdə müsbət təcrübənin düşünülmüş şəkildə və diqqətlə öyrənilməsi onların işində elə xüsusiyyətləri aşkara çıxarır ki, bu xüsusiyyətlər onlar üçün ümumi mahiyyət kəsb edir. Elmi təhlil və ümumiləşdirmələr məqsədi ilə məktəblərin və müəllimlərin təcrübəsinin öyrənilməsi iki istiqamətdə aparıla bilər. Təcrübənin öyrənilməsi müxtəlif cür həyata keçirilir. Müəyyən plan üzrə tədqiqatçının şəxsi müsahibələr, müşahidələr aparması yolu ilə məktəblərdə, müəllimlərdə, pedaqoji və metodik kabinetlərdə olan materiallarla tanış olmaq yolu ilə və xüsusi tapşırıqlar üzrə şagirdlərin inşası, məktəb işçiləri, şagirdlər və valideynlərlə söhbətlər kimi materialların toplanması yolu ilə. Bütün bu vasitələr bu tədqiqatda birləşə bilər. Toplanılan bu materiallar içərisində bilavasitə şagirdlərin yaradıcı fəaliyyətini özündə əks etdirir. Deməli, şagirdlərin fəaliyyət məhsullarının öyrənilməsi üsulu ilə şagirdlərin təlimə münasibətinin məzmunu ilə tanış olmaq mümkündür. Professor Nurəddin Kazımovun təcrübəsi ilə desək, şagirdlərin müxtəlif formalı işlərinin nəticəsinin nəzərdən keçirən tədqiqatçı nəinki şagirdlərin qabiliyyəti barədə bu və ya digər fənn üzrə proqram materiallarının nə dərəcədə mənimsədiklərinin barədə, habelə onlara pedaqoji rəhbərliyin vəziyyəti barəsində müəyyən məlumat əldə etmək mümkündür. Sonra, təlim monitorinqinin modelləşdirilməsi üsulu 3 mərhələ üzrə həyata keçirilir. Əslində, bu üsulla həyata keçirilən monitorinqin modelini birinci diaqnostika mərhələsi, ikinci proqnozlaşdırma mərhələsi, üçüncü isə korreksiya mərhələsi ilə təşkil etmək olur. Diaqnostika mərhələsində mövcud qüsurlar üzə çıxarılır. İkinci mərhələdə qüsurları aradan qaldırılmasının yolları və yeni novator təcrübənin modelinin proqnozu verilir. Sonuncu mərhələdə alınan müsbət nəticə korrektə olunur, saflaşdırılır, durulur. Daha sonra təhsilin məzmununa gələk. Təhsilin məzmunu ölkəmizdə fasiləsiz şəkildə təhsilin həyata keçirilməsi ilə
baş verir. Burada fasiləsiz təhsil sistemimizdə məktəbə qədər təhsil, ibtidai təhsil və natamam orta təhsil, ümumi orta təhsil, texniki peşə təhsili, orta ixtisas təhsili, daha sonra ali təhsil, ixtisas artırma təhsili, aspirantura təhsili, doktorantura təhsili, özünü təhsil, məktəbdən kənar tərbiyə və təhsil müəssisələrində təhsil, distant təhsil, məsafədən təhsil demək və yenidən başlayırıq məktəbə qədər təhsildən. Məktəbə qədər təhsil burada ailədə körpələr evi, uşaq bağçalarında həyata keçirilən təlim, tərbiyə və təhsil işləri hesab olunur. Uşaq bağçalarının hazırlıq qruplarında həyata keçirilən ilkin təhsil işi fasiləsiz təhsil sisteminin başlanğıcı hesab olunur. Daha sonra ibtidai təhsil və natamam orta təhsil. Deməli, ölkəmizdə ibtidai təhsil 1 və 4-cü siniflər arası baş verən, yəni həyata keçirilən təhsil sistemidir. Daha sonra natamam orta təhsil 5-ci və 9-cu siniflərdə həyata keçirilir. Ümumi orta təhsil 1 və 11-ci sinif daxil olmaqla həyata keçirilir. Təhsil bazası sırf 1 və 11-ci sinif aralığında uşaqlara mənimsədilir. Texniki peşə təhsili ümumi orta təhsili bazası əsasında fəaliyyət göstərən texniki peşə təhsil müəssisələri, yəni peşə məktəbi, peşə liseyi kimi xalq təsərrüfatının müxtəlif sahələri üçün ixtisaslı fəhlələr və ustalar hazırlayır. Orta ixtisas təhsili fasiləsiz təhsil sisteminin aparıcı tərkib hissələrindən biri olan orta ixtisas təhsili ali təhsilin əsas bazası hesab olunur. Ölkəmizdə universitetlərin, orta ixtisas məktəblərini bitirənlər assosiasiya diplomu verilir. Ölkəmizdə orta təhsil ixtisası təhsili sistemi texniki, iqtisadi və sosial sahələr üzrə kiçik mütəxəssis hazırlığını əhatə edir. Texnikumlar, kolleclər, seminariyalar, gimnaziyalar və s. bu sistemə daxildir. Təhsil pilləsi fasiləsiz təhsil sistemində mühüm yer tutan ali bilik, çox pilləli təhsil şəbəkələrini özündə əks etdirir. Ölkəmizdə ali tip təhsil istisna olmaqla universitetlərdə, institutlarda, akademiyalarda, elm və təhsil mərkəzlərində ali təhsil, bakalavr və magistr pillələrində həyata keçirilir. İxtisas artırma təhsili fasiləsiz təhsil sisteminə daxil olan ixtisas artırma təhsili xalq təsərrüfatının müxtəlif sahələrində çalışan mütəxəssislərin, məsələn, müəllim, həkim, mühəndis, texnoloq, kənd təsərrüfatı mütəxəssisi və s. kimi ixtisaslarının artırılması və yenidən hazırlanması ilə məşğul olur. Aspirantura təhsili ölkəmizdə fəaliyyət göstərən universitetlərdə, akademiyalarda, elm tədqiqat institutlarında və özəl universitetlərdə aspirantura təhsili elmi dərəcələr almaqla istiqamətləndirilir və həyata keçirilir. Aspirantura təhsilinin əyani formasında təhsilin müddəti 3, qiyabi təhsilin formasında isə 4 ildir. Doktorantura təhsili fasiləsiz təhsil sisteminin zirvəsi hesab olunan təhsil pilləsidir və universitetlərdə, akademiyalarda, sahə elmi tədqiqat institutlarında mütəxəssislərin ali elmi dərəcə almalarına istiqamət verir. Gəlirik özünü təhsilə. Özünü təhsil hər bir insanın öz arzusu, marağı, meyli və şəxsi təşəbbüsü ilə mütaliə və kütləvi informasiyalar, məsələn, radio, televiziya, qəzet, jurnal kimi vasitələri əldə etdiyi təhsildir. Elmi texniki tərəqqi dövrünün son nailiyyətləri hesab olunan kompüter texnologiyaları, internet şəbəkələri və s. vasitəsilə əldə edilən təhsil özünü təhsilin ən populyar növü hesab olunur və hər bir vətəndaşın özünü təhsil hüququ var. Məktəbdən kənar tərbiyə və təhsil müəssisələrində, o cümlədən birlik, stansiya, mərkəz, klub, lektoriyalar, park, saray, dərnək, cəmiyyət, büro və s. kimi adlar altında fəaliyyət göstərən müəssisələr də fasiləsiz təhsil şəbəkələrinə daxildir.